Vətəndaş tikinti şirkətinin onun evini qanunsuz sökdüyünü iddia edir. Yusif Quliyev iddia edir ki, həyat yoldaşına məxsus ev pilot 16 MMC tərəfindən qanunsuz olaraq sökülüb. Bununla da onlara ciddi ziyan vurulub. Hadisə paytaxtın Nəsimi rayonu Novruzov qardaşları küçəsində qeydə alınıb. Zərər çəkmiş deyir ki, hadisə ilə bağlı məhkəməyə müraciət edib və onun xeyrinə qərar da çıxarılıb. Qarşı tərəf isə deyir ki, dəymiş zərərə görə vətəndaş Yusif Quliyevə ödəniş edilib. Şirkətin icraçı direktoru isə qeyd edir ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir. Deməli, mənim müraciətim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevədir. Cənab Prezident, sizə bildirirəm ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşı 55-də yoldaşım, həyat yoldaşım və məhbərli qızının adında fərdi yaşayış evi var idi. Hal-hazırda orada orada dayanmışam. Deməli, 7-si noyabr 2024-cü ildə heç bir aramızda razılaşma olmaq şərti ilə və Nəsimi rayon məhkəməsinin qərarı var ki, Quliyev məhbərli qızının adında fərdi yaşayış evində qazıntı söküntü tikinti pilot 16 MMC şirkətinə qadağan edilsin. Ona baxmayaraq 7 noyabr 2024-cü ildə Quliyev Aslanın Rafiq oğlunun icraçı direktoru pilot 16 MMC şirkətinin və Havien Parkın icraçı direktoru Həsənov İlqar İradoğlu'nun göstərisində evini tamamilə məhv ediblər, ağır texnika ilə və hal-hazırda evimin yerində katlaman işləri görürlər. Və 7 noyabrdan Həsənov İlqar haqqında Nəsimi rayon prokurorluğunda 186.1, 186.2 və 309-un ikisi cinayət işi açılıb. Ona baxmayaraq, bugünkü günə qədər Həsənov İlqar İradoğlu'nun haqqında həbs imkanı görülməyib və işi məhkəməyə göndərilməyib. Və sizə bir də məlumat verim ki, cənab Prezident, Nəsimi rayonun İcra Şöbəsinin rəisi Şamxan Quliyev və onun işçisi icraçı Cəlaləddin Əliyevə dəfələrlə yaxınlaşmışam ki, və sizin borcunuz ki, məhkəmənin qərarı var, bu işi icra eləyəsiniz, tikintini saxlarsınız, onlar bu işdə mənə kömək eləmir. Xahiş edirəm, bu işlərdə mənə kömək edəsiniz. Bunda bildirim ki, cənab Prezident, yenə təkrar edirəm, Nəsimi rayonun məhkəməsinin qərarı var ki, bizim yolumuz avtomobil və piyada gediş yollarında da məhkəmənin qərarı var ki, qazıntı söküntü tikinti pilot 16 MMC şirkətinə qadağan edilsin və evimizin yerində də məhkəmənin qərarı var ki, Nəsimi rayon məhkəməsinin qərarı var ki, qazıntı tikinti söküntü pilot 16 MMC qadağan edilsin. Ona baxmayaraq, hal-hazırda bizim yollarımız bərbad hallarda yollarımızı qazıblar, gediş-gəliş yollarımız yoxdur və evimizin yerində katlaman işi görülür. Və bir də təkərlər Nəsimi rayon prokurorluğunda cinayət işi açılıb. Bugünə qədər nə Aslan Quliyev haqqında, nə də Həsənov İlqar İradoğlu haqqında həbs qəti imkanı tədbiri görülməyib və o cümlədən də Nəsimi rayon prokurorluğu işi məhkəməyə vermir. Həsənov və İlqar müəllimin çirkin əməlləri də bugünə qədər davam edir.